Allah Teala Kur'an-ı Kerim'in El-Hucurat suresinin 10. ayetinde buyurur ki: İnnemel mu'minune ihvetun. Həqiqətən Allaha iman gətirənlər, Allaha inananlar bir-birinə qardaşdır. Fa əslihu beynə əxavaykum. Odur ki, qardaşlar bir-birinin arasında gərək mehriban olsun, həmişə bir-biri ilə səmimi rəftar etsinlər. Vattaqullah la'allakum turhamun. Allahdan çəkinin, qorxun ki, sizə mərhəmət olunsun, Allah sizə rəhm etsin deyə. Bu ayət-i şərifədə Allaha inananların bir-biri ilə qardaş olduğu söylənilir. Baxın, bu ayət-i şərifədə qardaşlıq nə qohumluqla, nə həm kəndli olmaqla, nə həm yerli olmaqla deyil, iman bayrağı ətrafında birləşən hər bir kəsi Allah qardaş və Peyğəmbər salavatullahın elə bir ümməti hesab olunurlar.